Salam dostlar. Biokimyanın ardına baxırıq. 91-ci sualda qalmışdıq. Sual belədir. 2 qat hidrogen rabitələrinin sayının 3 qat hidrogen rabitələrinin sayına bərabər olduğu bir DNT molekulu üçün verilən qrafiklərdən hansı doğrudur? Şərtdə deyir ki, 2 qat hidrogenlərin sayı 3 qata bərabərdir. Yəni biz burada nə başa düşürük? Onu başa düşürük ki, nukleotidlərin sayı bir-birinə bərabərdir. Yəni A, T-yə, həmçinin G-yə və C-yə bərabərdir. G və C. Yəni, nukleotidlərin sayları bir-birinə bərabərdir. İndi biz burada A variantı qrafikdə onu görürük. B-də də onu görürük. Qaldı bizdə pentoza və ortofosfat turşusu qalıqlarını tapmaq. Biz bilirik ki, hər nukleotidin bir pentozası olur, bir də ortofosfat turşusu qalığı olur. Yəni, məsələn, A-nın da bir pentozası var. T-də də bir pentoza var. G-də də bir pentoza var. S-də də bir pentoza var. Həmçinin bunlarda ortofosfat turşusu qalıqları da var. Yəni pentozanın ortofosfat turşusu qalıqları sayı da bir-birinə bərabərdir. Nukleotidlərin sayından çox olacaq. Ona görə də A variantı uyğun gəlir. Keçək növbəti suala baxaq. Doxsan ikinci suala baxırıq. Bir molun tam parçalanması zamanı daha çox enerji ayrılar. Moldan söhbət gedir. Biz variantlarda görürük, glukoza monomerdir, amin turşu monomerdir, yağ turşusu monomerdir, süd turşusu. Amma hemoglobin zülaltı polimer birləşmədir. Bunun bir molunun parçalanması zamanı daha çox enerji ayrılar. 93-cü suala baxırıq. Müəllim biologiya dərsində şagirdlərə xitinlə bağlı məlumat toplamağı və müzakirə etməyi tapşırır. Müzakirədən sonra şagirdlər gəldikləri nəticəni lövhədə qeyd edirlər. Birinci, mürəkkəb karbohidratlara aid olub suda həll olmur. İkinci, buğumayaqlılardan başqa göbələk hüceyrəsində rast gəlinir. 3. Ağır metalları özünə adsorpsiya edir. 4. Çoxlu monosaxaridlərdən təşkil olunub. 5. Şirin dada malikdir. Qeyd olunan fikirlərdən yanlış olanları müəyyən edin. Demək, söhbət xitindən gedirsə, xitin mürəkkəb karbohidratdır və suda həll olmur. Yəni, polisaxaridlər suda həll olmur. Bu, birinci fikir düzdür. İkinci fikir, buğumayaqlardan başqa göbələk hüceyrəsinə rast gəlinir. Bəli, göbələyin hüceyrəsində də xitin var. Buğumayaqların xarici skeletdə xitindir. 2 də düzdür. Ağır metalları özünə adsorpsiya etmək qabiliyyətinə malikdir. Bu, pektin maddəsidir, o da polisaxariddir. Amma xitinlə bağlı deyil. Yəni, 3 səhvdir burada. 4. Çoxlu monosaxaridlərdən təşkil olunub. Xitin polisaxariddir və monosaxariddən təşkil olunub. Bu da düzdür. Şirin dada malikdir. Xeyr, polisaxaridlərin şirin dadı olmur. 5-ci də səhvdir. 3-5 səhv olur. (94) Formulu göstərilən maddə haqqında hansı ifadə doğru deyil? Biz burada amin turşusunun formulunu görürük. Bu onun R radikalıdır. NH2 amin qrupudur. COH karboksil qrupudur. Hər bir amin turşusunda amin qrupu karboksil qrupu olur. Dəyişən bu radikaldır. Baxaq A variantına. R-in tərkibində karbon və hidrogen ilə yanaşı başqa elementlər ola bilər. Bəli, ola bilər. Kükürt ola bilər, azot ola bilər, dəmir ola bilər və başqa elementlər də ola bilər.
B. Peptid rabitələrin yaranmasında iştirak edirlər. Bəli, amin turşular peptid rabitələrlə birləşir və zülalın birinci quruluşunu əmələ gətirir. C. Bioloji katalizatorların monomeri ola bilər. Bioloji katalizator fermentlərdir. Fermentlər zülal tərkiblidir. Zülalların da monomeri amin turşudur. Bu da düzdür. Sərbəst halda orta nisbi molekul kütləsi 128-dir, bəli. Bütün canlı orqanizmlərdə rast gəlinən orqanoiddə sintez olunur. Bütün canlı orqanizmlərdə rast gəlinən orqanoid, yəni bizə demək istəyir ki, bu ribosomdur. Ribosomda amin turşu sintez olunmur. Ribosomda zülal sintez olunur. Yəni amin turşular gəlir ribosoma, orada zülal sintez olunur. 94 səhvdir burada. 95-ci suala baxırıq. Demək, sınaq şüşələrinin hər birinə eyni miqdarda zülal həzmini həyata keçirən ferment əlavə olunub. Ferment əlavə olunub, o ferment zülala təsir eləyir. Hansı sınaq şüşəsində və ya şüşələrində monomer maddələrə rast gəlinməz? Baxaq, DNT. DNT-yə əgər biz ferment daxil etsək, DNT-nin tərkibində zülal varmı? Zülal yoxdur. DNT-də nukleotidlər var. Həmin o ferment DNT-yə təsir etməz, yəni DNT-yə təsir eləməyəcək. Xromosom, xromosomun tərkibinə baxaq. Xromosomun tərkibində demək DNT-dir, bir də histin adlı zülal var. Zülal olduğuna görə bəli, buna təsir eləyəcək. Hepatit C virusu, demək, siz hepatit C virusu haqqında 9-cu sinif dərsliyində onun şəkli də verilib. Ümumiyyətlə, viruslarda bir zülal örtüyü olur, kapsid deyirik ona, bir də irsi material olur. Yəni, zülalı olduğuna görə buna o ferment təsir eləyəcək. Xolesterin lipid mənşəlidir. Ona görə də bu ferment buna təsir eləməyəcək. 1 ilə 4-də biz monomer maddələrə rast gəlmərik. 96-cı suala baxırıq. Demək, 96-da bizə nə deyir? Bir zəncirində X sayda nukleotid olan DNT molekulunda nukleotidlər arası kovalent rabitələrin sayını hansı ifadə ilə müəyyən etmək olar? Əgər bir zəncirdə X sayda nukleotid varsa, həmin zəncirdə X minus 1 sayda kovalent rabitə olacaq. Çünki kovalent rabitələr nukleotidləri bir-birinə birləşdirir, bir zəncir əmələ gətirir. Amma biz bilirik ki, DNT 2 zəncirlidir. Demək, onun qarşıdakı zəncirdə də X minus 1 sayda kovalent rabitə var. Ümumi toplayırıq, 2X minus 2 edir. 97. Bir zəncirində X sayda nukleotid olan DNT molekulunun ikiləşməsi zamanı əmələ gələn su molekullarının sayını hansı ifadə ilə müəyyən etmək olar? Yenə də bir zəncirdə əgər X dənə nukleotid varsa, bu zəncirin əmələ gəlməsi zamanı bir vahid az, yəni X minus 1 sayda su molekulu əmələ gəlir. DNT də 2 zəncirli olduğuna görə qarşıdakı zəncirdə də X minus 1 sayda su molekulu, yenə toplayırıq bunları, 2X minus 2 sayda su molekulu ayrılmışdır, əmələ gəlmişdir. 98-ci suala baxırıq. Demək, DNT pentozaların sayı 250, azotlu əsasların sayı A, fosfat qalığı B. DNT-də pentozaların sayı, fosfatların sayı eyni olur. 250. 250 də bu. RNT pentozaların sayı C. Azotlu əsas 200. 200 azotlu əsas varsa, 200 dənə pentoza var. 200 dənə də fosfat qalığı var. Yadda saxlayın. DNT-də, RNT-də pentoza sayı ilə, yəni karbohidratla fosfat turşusu qalığı sayı bərabər olur bir-birinə. Demək, 200, 200 biz burada tapdıq. Bizdən nə soruşur? A, B, C qaldı A-nı tapmaq. A-nı tapmadıq. DNT-də azotlu əsas sayını biz gəlin tapaq. 250 pentoza, 250 fosfat qalığı demək
250 dənə də burada azotlu əsas var. Ümumi toplayaq. 250, 250, 200, 200, cəmi 900 edir. 99. Qidamızda hansı amin turşusunun çatışmaması qanda hemoqlobinin miqdarının azalmasına səbəb olur? Bəzi amin turşular var, çatışmayanda müəyyən fəsadlara səbəb olur. Onlardan biri də histidin amin turşusudur. O çatışmadıqda hemoqlobin azalır. Necə yadda saxlayaq? Histidin H-la başlayır. Hemoqlobinin azalması, bu da hemoqlobin də H-la başlayır. Belə yadda saxlaya bilərsiniz. Əgər məsələn triptofan olsaydı, triptofan ciddi arıqlamaya səbəb olur. Ola bilər sualda baş gicəllənmə, ürək bulanmaya səbəb olur. O zaman biz lizin amin turşusunu seçərdik. Baş gicəllənmə, ürək bulanma lizin. Yox, əgər ciddi arıqlama versəydi, sualda biz triptofan götürərdik. Amma hemoqlobinin miqdarının azalması histidinlə bağlıdır. Keçək növbəti suala baxaq. Demək, sual nömrə 100. Şəkildə DNT molekuluna aid nukleotid verilmişdir. Bu nukleotidlə hidrogen rabitəsi yaradan və onunla eyni ölçüdə olan nukleotidlər hansılardır? Demək, adenin nukleotidini görürsünüz. Adenin nukleotidi ilə hidrogen rabitəsi yaradan biz bilirik ki, timin nukleotididir. Düzdürmü? Timin. İndi burada şəkildə siz yəqin yaxşı görmürsünüz. Burada T yazılır. Bu timindir. Demək, 1B-dir. 1B-dir. Bu E də ola bilər, C də ola bilər. Və eyni ölçüdə olan, adeninlə eyni ölçüdə olan nukleotid, yəni kütləsinə görə, ölçüsünə görə eyni olan guanindir. Burada E-də göstərilir. Və ikinci də E-yə aiddir. Keçək 101-ə baxaq. Selüloza üçün verilən fikirlərdən biri doğrudur. Monomerləri amin turşusu olub, ribosomlarda sintez olunur. Xeyr, bu selülazadır. Daha doğrusu selüloza deyil, selülazadır. Selülaza bir fermentdir. Fermentlər də zülaldır, zülal mənşəlidir. Bəli, monomerləri amin turşudur zülalları. Zülallar da ribosomda sintez olunur. Elə bu A variantı doğrudur. 102-yə baxırıq. Nukleotid, dezoksiriboza, gen, xromosom, genetik kod. Verilən anlayışları kiçikdən böyüyə doğru sıraladıqda 3-cü sırada hansı yer alar? Burada ən böyüyü xromosomdur. Xromosom üzərində yüzlərlə gen olur. Gen ikincidir. Hər gen genetik kodlardan təşkil olunur. Genetik kodlar özü nukleotidlərin ardıcıllığıdır. Düzdürmü? Hər bir nukleotidin də 3 hissəsi var. Azotlu əsası var, karbohidratı var. Bu dezoksiriboza da ola bilər, riboza da ola bilər. İndi burada xromosom verdiyinə görə dezoksiriboza. Düzdürmü? Və ortofosfat turşusu qalır. Demək, burada biz kiçikdən böyüyə doğru sıralasaq, kiçikdən böyüyə, biz böyükdən kiçiyə getdik. Amma dəyişən bir şey yoxdur. Kiçikdən də böyüyə sıralasaydıq, genetik kod 3-cü yerdə yer alardı. Növbəti suala baxaq. Nuklein turşularında neçə növ nukleotidlər rast gəlinir? Nukleotidlərin növ sayı 8, yəni 4 dənə DNT-nin nukleotidi var. 4 növdə RNT-nin nukleotidi var. Cəmi 8 növ nukleotid var. 104. Bir DNT molekulunda nukleotidlərin sayı 1500-dür. A plus T bölünsün Q plus S nisbəti 2/3-dür. 2/3-dür. Biz bunlara bir X deyək. Bərabər eləyək 1500-ə. Demək, 2X üstəgə 3X bərabərdir 1500. 1500'dür. Buradan demək 5x 1500, x'i tapırıq 300. X 300'dür.
X-imiz 300-dür. Qayıdaq tapşırığa baxaq. X-in 300 olduğunu tapdıq. Yəni, məsələn, A plus adenin və guanin nukleotidlərin sayı neçə olar? Adenin ilə timinin cəminə biz 2x demişdik. 2x burada artı 600 eləyir. 600. Guanin ilə sitozinin cəminə biz 3x demişdik. X-i də tapdıq 300. 3-ü vur 300-ə 900. Bunların da cəmi 900. İndi bizdən nə soruşur? Adeninlə guaninin sayı. Adenin bu 600-dən 300-ü adenindir, 300-ü timindir. Bu 900-dən 450-si guanindir, 450-si sitozinə aid. 105-ə baxırıq. DNT molekulunun müəyyən bir hissəsində cəmi 132 hidrogen rabitəsi var. Həmin hissədə adenin miqdarı 12-dir. Adenin 12-dir. Sitozin və guanin arasında hidrogen rabitələrinin sayını tap. Adenin 12-dirsə, biz bilirik adeninlə timin arasında 2 dənə hidrogen rabitəsi olur. 12-ni vururam 2-yə 24. 132 dənə hidrogen rabitəsindən 24 dənəsi adeninlə timinin payına düşəndir. Yerdə neçə qalır? Çıxanda 108. 108-i də guaninlə sitozin arasında olan hidrogen rabitəsidir. 106. DNT molekulunun müəyyən bir hissəsində cəmi 144 hidrogen rabitəsi var. Bu hissədə adenin miqdarı 36-dır. DNT-nin bu hissəsində olan bütün nukleotidlərin cəmini tapın. Bütün nukleotidlərin cəmini tapmaq lazımdır. 36 dənə adenin var. 36 vururam 2-yə. 72 dənə hidrogen rabitəsi adeninlə timin arasındadır. 144-dən çıxsam əgər 72-ni çıxdıqda alınır 72. Demək 72 dənə də hidrogen rabitəsi guaninlə sitozin arasındadır. Biz də bilirik guaninlə sitozin arasında 3 dənə hidrogen rabitəsi olur. Bunu da biz 3-ə böləndə 72-ni də 3-ə böləndə neçə eləyir? Demək 24. 24 dənə guanin var, 24 dənə sitozin var, 36 dənə adenin var, şərtdə verib, 36 dənə də timin var. 24, 36 topladıqda neçə eləyir? Demək 40, 60, 2-yə də vuranda 120.